Balakən rayonunun Qullar kəndində həyətyanı ev satışa çıxarılır. Gördüyünüz kimi dağlara yaxın bir məsafədə yerləşir. Hər tərəfdən şifrlə hasarlanmışdır. 13 sot torpaq sahəsi var. Təbiəti gözəl yerdə yerləşir. Həyətində ayaq yolusu var. Həyətində iri geniş navesti var. Kubik taşdan tikilmiş ehtiyac su hövzəsi, yəni su xətti işlək haldadır. Evin yan tərəfində evlə bitişik hamamıdır, yəni şkaturka olunubdur, betonu tökülübdür. Həyətində 1500-2000 dənə kubik daşı var. İşığı, qazı, sayğaçları qoyulmuşdur, yəni işığı, qazı, suyu var. İki otaqdan ibarətdir. Barlar möhkəmdir. Qeyd etdiyim kimi qazı var. Bu otaqdan mətbəx kimi istifadə olunub. İsti soyuq su xəttləri qoyulmuşdur. Hal-hazırda xeyli vaxtdır gördüyünüz bu balaca ev yəni bağlı durur. Təxminən bir 2-3 ildir evdə yaşayış yoxdur. 13 sot torpaq sahəsi var. Gördüyümüz ev Qubçalıdır. Notarial qaydada alqı-satqı edərək gördüyümüz evi əldə edə bilərsiniz. İçərisində də bir neçə cür bar verən meyvə ağaçları mövcuddur. Qiyməti videonun altında qeyd olunacaqdır. Dəmir yol qapıları da qoyulmuşdur. Qiyməti 18.000 manata təklif olunub. Real alış şərti ilə yaxınlaşsanız qiymətdə cüzi endirim olacaqdır.